Lalə möhtəşəm dəyişmisən. Wow. Yəni elə bir gözəllik var ki, indi səndə. Adam elə hey istəyir baxsın, baxsın. Deyir gözələ baxırlar ha. Çox sağ ol. Rahat deyirsən də, düzdürmü ki, əməliyyat eləmisən? Hə, Ki mən də bu barədə danışıram da rahat. Yox, gizlətməli nə var ki? Əksinə görürsüz ki, xanımlar yazır. Kosmetoloqunuz kimdir? Nə kosmetoloq? Müəyyən yaşdan sonra artıq mən qorxdum. Əslində dolğulardan qorxdum. O yüzdən dedim ki, yox, ən yaxşısı üzgərmə əməliyyatıdır ki, mənim də artıq bəlli bir yaşım var. 15 yaşım yoxdur. Dolğular çünki biz eləyəndə onun effektini görürük, yaxşı görsənirik. Amma sonradan məsəl üçün görsən ki, üz çökür. Bəzən görsən baxırlar, əşi nə var? Əməliyyatla gedib eləyib də. Hə bədənini əməliyyatla yığdırıb. Hə bunu elə danışırlar əməliyyatı. Elə bil ki, əməliyyat salonda gedib saç kəstirməkdir, dırnaq düzəltdirməkdir. Hətta bir gün də əməliyyata gedirəm. Bunlar elə düşünür. Hamı riskə gedə bilirmi? Bax, məsələ burasındadır. Pulu var eləyir də. Hə. Amma bir anlıq düşünən var ki, bu əməliyyat nə boyda riskdir də. Bəs nə? Sən neçə saat narkoz altında qalırsan və sən bütün bunları niyə eləyirsən? Övladlarına görə eləmirsən, həyat yoldaşınansa bir kişiyə görə eləmirsən. Sən bunu özün üçün və səhnə üçün eləyirsən ki, mən gözəl olmalıyam. Çünki səhnə estetikanı, gözəlliyi sevir. Bu riskləri gedirəm, söz yox, buna görə cəmaata heç kəsə minnət qoymaq istəmirəm. Mən sizə görə bunu elədim. Yox. Və o əməliyyatlardan sonra reabilitasiyalar ki var, insanın beyni pozulur. Fikirləşirsən ki, birdən mən elə belə qalacağam ömrüm boyu. Əməliyyatlardan sonra ayılmalar. Bunlar